Salam, axşamınız xeyir. Deməli, mən sizə bu günləri əncir bağı haqqında məlumat bölüşmək istəyirəm. 2-3 gün bundan qabaq bir əncir bağına getmişdim. Mən özüm də əncir bağı salacam bu il. Ona görə maraqlı idi gedib baxmaq və sahibkarı ilə danışdım. Mən də getdim, baxdım. Deməli, əkilən sort dürdanə sortudur. Bursa siyahı dürdanə 1003 klonu. Birinci meyvənin özü haqqında bir ətraflı məlumat vereyim. Deməli, qabıq rəngi bənövşəyi rəngdə, bənövşəyi qarı rəngdə, meyvə ətinin rəngi qırmızı və sıx quruluşdadır. Meyvənin iç boşluğu demək olar ki, yoxdur. Həm sveji yemək üçün uyğundur, həm qurutmaq üçün uyğun sortdur. Meyvənin qabığında quruluq çox yüksəkdir, yəni qabıq sarı əncirdəki kimi yumşaq şirəli deyil. Əllə tutmağa, hər hansı bir şəkildə əldən düşməyə qarşı davamlıdır, yola və daşınmaya da davamlıdır. Yığım zamanı əsasən iyunun ortasından başlayır. Bura qədər meyvə haqqında bir qısa məlumat verdim. Yetişdirmə mövzusuna gəldikdə isə torpağın mineral tərkibindəki o qədər diqqətə alınmaq lazım deyil. Əsasən aerasiyası daha çox yüksək olan torpaqlarda, yəni daşlı, qumlu, yüksək havalana bilən torpaqlarda əkilməsi məsləhətdir. Əks halda kök ətrafında kollanmaya meyllənir. Qida kökləri əsasən səthdə formalaşan ağac növlərinin hamısı drenajı yüksək, havalanması yüksək torpaqları sevir. Yəni bunu digər paylaşımlarımda da izah eləmişəm. Klassik əkinlərdə 6-6-ya, 7-7-yə sxemlərdə əkilir hektara. Təxminən 25 tona yaxında məhsul verə bilir. Amma indi bildiyimiz kimi, əsasən intensiv əkin sxemlərinə üstünlük verilir və 2-4, 1.5-4 və yaxud da qoşa sıra ilə 3.5, 1.5, 0.60 sxemində əkirlər. Yəni 60 santadan bir qoşa, 3 metrə yarımdan bir elə bir qoşa-qoşa 60 santimetr arayla 2 sıra əkilir. Yəni hektara 200-300 yox, təxminən 1250 ağacdan 5600 ağaca qədər sıxlıqla əkilir. Məhsuldarlıq fərqi klassikdən az fərqlənir. Amma yığım asandır, kalibr baxımından üstünlük əldə edirsən. Bu paylaşımı ümumiyyətlə paylaşmaqda məqsədim nədir? Belə deyim ki, dürdanə 1003 klonu satılıb bir Azərbaycanlı sahibkara. Nə şirkətin saytında, yəni o dürdanəni satan şirkətin saytında qeyd olunub ki, bu sort tozlayıcıya ehtiyacı var. Yəni orada qeyd olunmayıb, nə də satan özü birbaşa deməyib ki, bunun tozlayıcıya ehtiyacı var. Uzun sözün qısası, aldım satdım olub 3-4 il bundan qabaq. Və 3 il sonra, yəni bu il, məlum olub ki, bu sortun tozlayıcıya ehtiyacı var. Və indi sahibkar tozlayıcı kimi erkək sort tədarük eləməkdədir. Yəni gələn il üçün. Əziz qardaşım, bağı nə üçün qurursan? Təbii ki, məhsuldarlıq üçün. Və birbaşa məhsuldarlığı hədəf alan məsələ haqqında satıcı firma tərəfindən məlumatlandırılmamısan. Məhsuldarlığa təsir edən səbəblər arasında tozlayıcıdan önəmli məsələ varmı? Bəlkə var, mən çalam, yetişməmişəm. Əslində mən çal deyiləm. Əsl çal zirayəti tozlayıcısız əkəndir. Əsl çallıq əncirin 3 il sonra tozlayıcısını axtarmaqdır. Yəni çallıq deyəndə pis başa düşməyin. Mən də bəzi mövzularda çalam, yetişməmişəm, təcrübəsizəm. Sizin ünvanınızda təcrübəsiz sözünü çalılıqla əvəz eləməkdə məqsədim odur ki, bir xalqın, bir insanın demək doğru deyil də, yəni konkret bir millətin 30 il davamlı olaraq aldadılmasını ifadə edəcək sözü tapa bilmirəm, ona görə onu çallıqla ifadə edirəm. Nəysə, əzizlərim, qısa konkret bu sortun tozlayıcı ehtiyacı yoxdur. Sadəcə məhsuldarlığı alındıra bilməyəndə tozlayıcı asan bir bəhanədir. Yəni bu tozlayıcının bəhanə qəbul edən sahibkardadır problem. Sahibkarın yerində olsam tutaram onun yaxasından, deyirəm ki, ayaqmaq, bəyən maşını alanda korpusu 1 il, bu il korpus alırsan, motoru 3 il sonra alırsan. Maşını tam sürmək üçün nə lazımdırsa, hamısı yerində olmalıdır da. Bağda yəni eyni şeydir də. Hər detalı yerində olmalıdır da. Nəysə, uzun olur, misallar çəkəndə həmişə uzadıram. Bu problemdə, burada problemin ənciri gilasla qarışdırmaqdır. Yəni ənciri gilas gözündə görürlər. Ənciri
konkret olaraq anlamırlar. Birinci olaraq bilmək lazımdır ki, dürdana sortunda tozlayıcıya ehtiyac yoxdur. Meyvə quruluşu və içindəki toxumlar düzgün analiz edilərsə, açıq aydın partenokarpik sort olduğu aşkardır. Yəni, əncirin partenokarpik xüsusiyyətləri nədir? Onu araşdırın, görəcəksiniz. Əncirin tozlanması haqqında bir məlumat verim. Birinci, əncir gilasla qarışdırılması ona görə deyirəm. Yəni, gilas kimi, alça kimi, şaftalı kimi deyil ki, bal arısı gələ fırlanı orada, burada küləyə tozlana. Əncir və xurmada 4 növ mayalanma mümkündür. Adi əncirlər, adriatik və yaxud da partenokarpik əncirlər, yəni tozlanmaya ehtiyac duymuyor. Alırsan bir dənəsini, əksən həyətə, dibindən bir dənə kol çıxartsan, aparsan, əksən bir yerdə, olur əncir. Vəssalam. Heç nə tozlayıcı dərdi çəksən, nə arı dərdi çəksən, nə bir şey. Və normal bir şəkildə, yəni, heç bir blastofag, o deyirlər, internetdə zatda, TikTokda zatda rast gələrsiniz. Arı çıxır erkəyin içindən, gedir, girir dişinin içinə falan zırt-pırt. Bunların heç birinə ehtiyac yoxdur. Bizim sarı əncirlərin əksəriyyəti o şəkildədir. İkincisi, sunurna tipi, yəni mütləq tozlayıcıya ehtiyac var. Mütləq blastofag arısı lazımdır. Yəni o mikroskopik arı ki var, TikTokda görürsünüz videosunu, hər halda hamı baxıb o videolara. Həmin arıya ehtiyac var və ağacın öz üstündəki erkək meyvələrə ehtiyac var. Da başqa hansısa bir erkək ağaca yox. Bir də var kaprifag tozlanma. Yəni ayrı bir erkək ağaca. Yəni misal kivi kimi. Əncirlərdə demək olar ki, bu yoxdur. Niyə yoxdur izah edeyim. Çünki bəzi əncir sortları var, kaprifagdır. Onun da meyvəsi yeyiləcək meyvə deyil. Həddən artıq xırda və içi qupquru, şirəsiz, cır meşə ənciri. Belə bir şeydir. Yəni sözüm odur ki, bu əncirlərdə var, amma ticari əncirlərə aid deyil.